Bugünkü mevzumuz doğrudan süni zekanın fenomenliğiydi. Süni zekanın artık dünyada yeni bir sivilizasiya yarattığıdır. İnsanın təbii zekasının məhsulu olan bugünkü süni zeka layihələri, süni zekanın inkişafı həqiqətən də möcüzələr yaratmaqda davam edir. Artıq qlobal olaraq süni zeka bütün sferaları əhatə etməkdə davam edir. Gəlin birgə onun keçmişinə ekskurs edək. Necə yarandı süni zeka? Əlbəttə ki, yüksək texnologiyalar durmadan inkişaf etməkdə davam edir. Belə də insanın özünə bənzər, onun hiss, duyğu üzvlərini proqramlaya, onun algoritmini hazırlayaraq, bunu maşınlara, kompüterlərə, elektron hesablama cihazlarına demək, yaxından inteqrasiya etməsi insanın əməyini asanlaşdırmağa, robot texnikasının yaranmasına, artıq kompüterlər üzərindən həyatın asanlaşmasına xidmət etdi. Belə də Google'un bugün inkişaf etdirdiyi Android proqramı, yəni mobil telefonların, onların proqram təminatının dərinləşməsi elə buradan öz təməlini tapmağa demək başlamış oldu. Belə ki, Android elə özü sözü, Android latın mənşəli sözdür. Bu insana bənzər bir robotu ehtiva edir. Yəni bu proqramda insan necə düşünür, insanın fikri, duyğuları, düşüncələri demək algoritmlə proqramlama birdir. Sonradan əlbəttə necə ki digər tərəfdə, digər sahələrdə, sferalarda insanın ağlı durmadan yeni sivilizasiyalar yaratmaqda ki davam edir. Elə də ki elektron hesablama sahəsində kompüterlərin süni zeka üzərindən algoritmlərinin proqramlanması insanın həyatla, insanın fəaliyyəti ilə bağlı xeyli işləri asanlaşdırmış oldu. Belə də demək təhsildir, səhiyyədir, bütün sənaye sferalarıdır. Elə bir yer yoxdur ki, bugün süni zeka orada öz funksionallığını göstərməsin. Əlbəttə ki, belə bir fenomenin təbii zeka ilə süni zekanın sinerji yarattığı bir devrə, bir yeni sivilizasiya keçid almış olduq. Bəzən deyirlər ki, təbii zeka ilə süni zeka qarşı durması yarana bilər. Əsla, mənə görə təbii zeka öz fenomenal demək fitrəti ilə necə ki süni zekanı yarattı, onun düyməsi də təbii zekanın əlindədir. Təbii zeka süni zeka ilə sinerji təşkil edəcək. O onun ən ağıllı, ən yaxın demək köməkçi rolunda çıxış edəcəkdir. Həqiqətdə də bugün həyatımızın hər sferasında, maşın öyrənməsində, demək pilotsuz uçan aparatlarda, insansız hava demək qurğularında, hər sferada demək olar ki, süni zekanın tətbiqi bugün kompüter üzərindən verilənlərin hesablanmasından, datanın təhlil olunmasına qədər onun birbaşa məhsuludur. Odur ki, süni zeka ilə bağlı yeni gələcək, yeni fürsətlər 5-ci sənaye inqilabını qaçılmaz edib. Əlbəttə ki, insanın bugün yarattığı sivilizasiyalar arası həm yüksək texnologiyalar üzrə, həm mədəni maariflənmə yönündəki keçidlər bu sahədə də özünü çox gözlətmədi. 5-ci sənaye inqilabı qapıdadır. İnternetin ağıllı platforması, internet təsiri, bu yeni icadları, qurğuları insan həyatı ilə sıx bağlamış oldu və bugün bizim qarşımızda duran məqsəd süni zekanın imkanlarını yaxından öyrənmək, onun demək insan həyatına gətirəcək ən uyğun tətbiqi proqramlarını öyrənmək, həyatı daha da asanlaşdırmaq, bugün səhiyyədən, tibbdən, insan sağlığından tutmuş təhsilə, təhsildən sənaye və maşın, mexanizm, bütün sferaların ağıllı idarə olunmasını, intellektual idarəetmə mərkəzlərinin süni zeka üzərindən daha da inkişaf etdirilməsi bir mənalı demək məsələ kimi qarşıya qoyulmuşdur. Qlobal sferada dövlətlərin bugün qəbul etdiyi sahə standartları, protokollar, qaydalar, dövlət proqramları,
və bu sahədə süni zəkanın inkişafına birbaşa xidmət edəcək. Bəli, süni zəka insanın təbii zəkasının məhsuludur, onunla sinerjidir, ikiqat enerjidir, o da insanlara xidmət edir. İnsanların ən ağıllı köməkçisi olmaqda davam edəcək, onun sirlərini öyrənmək, onunla düzgün demək yanaşmaq, onun qabiliyyətindən yararlanmaq insanlığa xidmət edəcəkdir. Xoş gəldik 5-ci sənaye inqilabına.